Salam. Salam. Axır ki gəlib çatdın. Demə, necəsən? Sağ ol, sən necəsən? Yaxşıyam. Sən necəsən? Mən bu suala cavab verdim axı. O sualın cavabı bu deyildi. Həqiqətən necə olduğunu soruşuram. Təəssüf ki, əksər insanlar necəsən sualını ritorik olaraq ünvanlayırlar. Buna cavablar da çox vaxt ötəri olur. Bir çoxumuz necəsən sualını eşidəndə avtomatik cavab veririk. Şükür, bala, çox sağ ol. Yaxşı, sən? Həmin anda doğrudanmı belə hiss edirik və ya nəyə görə bu sualı cavablamaqdan yayınırıq? Psixoloq Qətibə Abdullayevanın fikrincə isə yaxşıyam cavabı cəmiyyətin bizə öyrəşdirdiyi sosial maskadır. Emosional dürüstlük çox zaman zəiflik kimi qəbul olunduğundan, necəsən sualına verilən qeyri-səmimi cavablar bir növ özünü qoruma mexanizmi hesab olunur. Necə olduqlarını, emosional yükdən qaçmaq üçün ifadə eləmək istəmirlər. Necəsən sualına yenə standartlaşmış kimi bir cavab verə bilərlər. Bəzən burada problemləri danışmaqdan, özlərini zəif göstərməkdən, ehtiyac hissi olduğunu bildirmək istəmədikləri üçün bu vəziyyətdən qaça bilərlər. Cavab almaq istədiyin insana diqqətlə baxmalıyıq, ona vaxt ayırmalıyıq. Necəsən sualını maraqlı və yaxud da fərqli şəkildə verə bilərik. Məsələn, bu gün səni yoran bir şey oldu-mu? Bu gün günün necə keçdi? Bu aralar içində özünü necə hiss edirsən? Bu kimi ifadə eləsək, bəlkə də insanlar artıq o sualın cavabını bizə olduğu kimi də verə bilərlər. Mütəxəssislərin fikirləri bir mərkəzdə birləşir. Danışmaqdan çox dinləmək problemimiz var. Bəzən bir insanın ehtiyac duyduğu tək şey necəsən sualının səmimiyyətlə verilməsi və qarşısındakının onu həqiqətən dinləməsidir. Bəlkə də bu cavab pisəm olsa da, onu eşidən və anlayan bir insanın varlığı həmin gün və sonrası üçün ciddi fərq yarada bilər. Ayşən Sərdar qızı, Cəfər Qasımov, Xəbər ertəsi.